Çoxlarının rozmarin kimi tanıdığı biberiye haqqında bilmədikləriniz. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Bu bitkidən daha çox kabab, bastırma kimi ətli yeməklərə dad vermək üçün istifadə edilir. Biberiyə əlavə edilmiş yeməklər həzm prosesində problem yaratmır. Bu bitkinin həm yaddaşı gücləndirdiyini, həm də arıqlamağa kömək etdiyini bilirdinizmi? Tərkibində yüksək miqdarda qida və vitamin olduğu üçün fiziki dözümlülüyü artırmağa kömək edir. Həkimlər yeməkdən daha çox bu bitkinin çayını insanlara tövsiyə edir. Biberiyə çayı həzmə kömək etməklə yanaşı, zəngin tərkibi ilə yaddaşı gücləndirir. Təbii antioksidant mənbəyidir. Bədəni ürək xəstəliklərindən qoruyur. Beyinə gedən qan miqdarını artırır və qan dövranını yaxşılaşdırır. 2-3 gündən bir biberiyə çayı içən adamlarda skleroz və Alzheimer xəstəliyi olmur. Biberiyə beynin yaşlanmasının qarşısını alır. Mütəmadi olaraq kiçik dozalarda qəbul edilən biberiyə yaşlı insanlarda yaddaş qabiliyyətinin möhkəmlənməsinə yaxşı təsir edir. Güclü əsəb, sakitləşdirici təsiri var. Xüsusən axşam yuxuya getməkdə çətinlik çəkənlər, əsəb gərginliyi və stresə məruz qalanlar üçün təbii dərmandır. Bədəndə qan və döş xərçəngi növlərinə səbəb olan hüceyrələri öldürür. Biberiyə çayının tərkibindəki karnosik adlı turşunun göz sağlamlığı üçün çox faydalı olduğu bildirilir. Biberiyədən gözəllik proseduralarında istifadə edilir. Biberiyə güclü iltihab, əleyhinə təsirinə görə revmatizm xəstəliyi zamanı çox faydalıdır. Bədənin immun müqavimətini artırır. Bu məqsədlə rozmarin çayı həftədə 1-2 dəfə içilir. Saç köklərini dərinləşdirir, kəpəklənməni götürür. Bununla da saç tökülməsinin qarşısını alır. Saçlar yuyulduqdan sonra onların uzunluğundan asılı olaraq 2 xörək qaşığı biberiyeni 2 stəkan suda dəmlənir və saçlar bu su ilə yaxalanır. Dəri səpkilərində, qaşınmalarda, diatezlərdə biberiyə dəmləməsi islatma qoyulur. Baş ağrısı zamanı həmin dəmləmə ilə boyun saç dibləri, qulaq arxası masaj edilir. Arıqlamaq istəyənlər üçün də faydalıdır. Belə ki, biberiyə başqa arıqladıcı vasitələrdən fərqli olaraq işlədici təsir göstərmir. Yalnız iştahanı zəiflədir. Böyrək ağrılarında, soyuq dəymələrdə və ödemlərdə bu çayın gündə 3 dəfə içilməsi sidik qovucu təsir göstərir. Biberiyə çayı necə dəmlənir və zərərləri nədir? Böyük bir fincan qaynar, suya 1 çay qaşığı biberiyə əlavə edin, 10 dəqiqə gözləyin. Ətri kəskin olsa da onun faydalarını yada salaraq içməkdən vaz keçməyin. Dadlandırıcı olaraq müxtəlif ədviyyat, meyvə ya da baldan istifadə etmək olar. Hazırladığınız çaydan gündə 3 dəfə 1-2 xörək qaşığı qəbul edin. Lakin bu çayı gün ərzində çox içmək olmaz. Əks halda zəhərlənmə ola bilər. Buna görə də hamiləlik və süd vermə dönəmində sözü gedən bitkinin çayını çox içmək məsləhət deyil. Bu çaydan epilepsiya xəstələrinə içmək olmaz. Çünki epilepsiya tutmalarına təkan verir. Yüksək təzyiq xəstələri də ehtiyatlı olmalıdır. Biberiyə çayının xora və kolit xəstəliyi olanlara mənfi təsir etmək ehtimalı var. Siz də biberiyədən istifadə etmisiniz və hansı faydalarını görmüsünüz şərhlərdə yazın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.